Hə, deməli, baxıram ilk şəklə. Kimlər var, nələr var? Deməli, görürəm ki, girl, burada bir dənə qız, bir dənə oğlan, top, amma hardadılar? Dənizdə. Yes, çimərlikdə, dənizdə. Island kimi verə bilərsiniz. Fikir verin, palmalar var burada. Məkan olaraq yazaram island. Sonra, nə vaxt, zaman olaraq hansı zaman verim? Yay. Yay verim. Mənim yanımda. Aysa, summer. Sunny day. Summer, aysa o. Sonra, qızın adını verərəm. Məsələn, Jessica. Girl. Olar. Necə verim? Sən deyən, aha. Nə dedin? Adı qız adı verə bilərik də, girl. Girl sadəcə qızdır. Bəs adını versəm nə olar? Mary verə bilərik. Yaxşı, Mary. Bəs oğlan? David. Tom olsun. Tom yaxşı. Hər esədə Tom görəm. David olsun bəlkə. David. Olar. Yaxşı. Deməli, Island, Summer, David, Mary əsas məsələ qaldı bol. Düzdür? Mən indi esədə cümlə quranda birinci başlayıram. Nədən? On sunny. Bu söz birləşmədir. Baxın, sunny. Hansı fəsil idi? Summer day. Düzdür? Summer day. Mənim həmişə onunla başlamaq olar. Olar, başlayın. Zaten o sizin söz birləşməniz. Amma bir şey nəzərdə saxlayın ki, siz günlərin bir günə sözü ilə başlayırsınızsa, bütün zamanları keçmiş zamanda verməlisiniz. Məsələn, on sunny ilə başlamısınız, sonra indiki zaman verə bilməzsiniz, qətiyyən. Çünki hekayə kimi danışırsınız axı. Keçmişdə hadisə olub, ardıcıl danışırsınız. On sunny summer day. Kimdir? Bunların adı nə idi? Mary və kim? And David. Yəni bildiyimiz David. David. Aha. Hara getmişdilər? Ya da oynamaq verək. Yoxsa birinci getməyi verək? Gedib oynayıblar da. Birinci. Biasdır. Aysa. Verək went. Getmək olsun, cümləmiz uzansın. Went to the island. Yes. Verdim. İndi iki cümləni bir-birinə bağlamaq üçün nə istifadə edeyim? Məsələn, yazdım island. And ten first yazmışam birinci. Aysa, yazaram firstly. Fikir verin, birinci topla oynayıblar. Sonra keçiblər qum qalası düzəltib oğlan. Üçüncüdə də uje yemək yeyirlər. Ardıcıllıqla versəm əla olar. Yazaram firstly. Yaza bilərik they. Aysa, firstly, they. Aha, oynayırdılar. Hansı zamandadır? Keçmiş. Played, keçmiş zaman. Aysa, played. Nə ilə? With iləni yemin. With ball. Düzdür? With ball. So, indi yazaram ki, nöqtə. Nöqtəni qoyum. Necə? Amma mən bitirmişəm onu mən. Nənəmsən? Ardını yazmışam onu. Hə, ardını necə yazmısan? First they played volleyball a ball and had a lot of fun. Aysa, olar. Gəl uzadıq. Sən deyən kimi eləyək. Ball, so verərəm. And-in yerinə so. Feel. Feel-i keçmişdə versəm? Felt happy. Çünki gülürlər, düzdür? İşte bu mənim birinci şəklim getdi. Baxıram, birinci şəkildə Island işlətdim, Summer işlətdim, David, Ball, Mary. Üçünü də işlətdim, gedirəm bura. Sonra yazıram ikinci, yəni Zen. Ay, sağ ol. Bunun adı nə idi? David. Bəli. Düzəltmək nə idi? Keçmişi? Made. Ay, sağ ol. Made nə? Ay, sağ ol. Made Sandcastle neylərdən düzəltirdi? With
No. Bu nə idi belə? Ay, sağ ol. With budget. Budget yazılır. With budget. B-U-C-H-E-T. Ay, sağ ol. With bucket sonra harda deyim? Dənizin kənarında. Necə yazım dənizin kənarında sözünü? Sightseeing. Necə? Sightseeing vardı. Deniz Side of the sea. Bəli. Bəs dənizin sahili ümumiyyətlə nə deməkdir? Beach verə bilərsiniz. Yes. Həm də shore verə bilərsiniz. Shore sözü. Vermişəm. Aysa, kim shore veribsə, beach veribsə düzdür yəni. Səhv kimi deyil. Yaxşı? Yaxşı. Bunu silirəm ki, fikrinizi yayındırmasın. So, ikincini də elədi də, düzdür, hazırdır. David qumdan qala düzəltdi. Sonra üçüncüdə artıq finally-yə gəlim. Düzdür, sondayam. Yazım finally. Finally, nə edirlər? Ailesine yemeği. Yemək yeyirlər. Ay, sağ ol. Aha. Asli. Finally, they. Aha. Sonra a bit tired. Yoruldular. Aha, yaxşı. A bit. Biraz yoruldular. A bit. Tired. Sonra Suzey. so they. Belə. Bəli. Z onsuz da vermişəm. So versəm daha yaxşı olar. So. Sonra set verə bilərik. So. Aysa set. On. Z. Aha. Süfrə nə idi? Mən onu da yazmışam mən. Nə yazmısan? Anda. Anda altında, çətinin altında yaxşı yazaq. Set on z, süfrəni yazaq, sonra yazaq under the umbrella. Yazaq elə. Cümlə uzansın. On z piknik. Piknik gedər, yoxsa sadəcə dəsmal gedər? Nə? Close gedər də. Sadəcə bu süfrə deməkdir. Close, under the. Yox. Şey olsa, piknik olsa düz gəlmir də. Piknik dənizdə piknik eləmirlər. Ne bileyim. Çəmənlikdə eləyirlər. Yox. Benzi değil. Nə bilim. Mən də bis vermişəm təzədən. Nə vermisən? Bis. Yəni Necə deməkdir o? Bis nə? yasta dəniz çimərində. Beach çimərlikdə. Çimərlik yazanlar düz yazıb, yəni səhv deyil. Sadəcə biraz uzadırıq da. Məsələn, süfrənin üstündə və çətinin altında under the umbrella. Yəni onu yazanlar səhv deyil. Ən sonda baxacam kim necə yazıb. Sadəcə biz cümləni maksimum uzatmağa çalışırıq. Bəli, bildim. Aha. Umbrella. Vso, indi yazım ki, ailə marojna dondurma yeyirdi. Ailə birlikdə. The family. Düzdür. The family. Yemək nə idi? Keçmişi. Ate. Aysa. Ate. Nəyi? Ice cream. Ice cream. They eat ice cream. And görünürdülər. Looked. Necə? Necə görünürdülər? Xoşbəxt, happy. Görək happydirlər. Happydirlər. Yazaq. Happy-ni yazdıq da. Başqa nə yazaq? Happy-nin sinonimi. Joyful. Yes? Bəli, Joyful. Və salam. Bu qədər. Kimə aydın olmadı esse? asan deyildi müəllim. Yes, çətin deyil. Sadəcə söz bilmək lazımdır. Bir də ardıcıllıq da ki, kim ardıcıllığı bilmir yazsın. Baxın, birinci mübtədadır swapped. Yəqin ki, eşitmisiniz bunu. Swapped. Birinci mübtədadır, sonra feildir, sonra obyektdir, yəni tamamlıq. Məsələn, marojnanı, nə bilim, topu, sonra yerdir, məkan, sonra da vaxtdır.
Zaman zərfi də ola bilər. Nə ola bilər? Zaman zərfi yox idi müəllim orada. Yes, ola bilər ki, zaman olmur, time olmur daha doğrusu. Olur, nə? Place olur. Ya place olmur, vaxt olur. Yəni onlar bir-birini əvəz eləyə bilir. Amma cümlənin sırf quruluşu belədir. Məsələn, mən getdim maşınla evə dünən axşam. Gördünüz, hamısı oturdu. Bəli. Yes, yəni cümlənin ardıcıllığı belədir. Ekran kaydı almışam, indi saxlatdırıram ekranı, qrupa ataram. Bu mətnini də ki, əl yazma kimi klaviaturada yazıb ataram, hamıya aydın olsun. Yaxşı?